Dünən gecə oxudum, gəldim, mən bir dənə fətva oxudum və Habilərin bir dənə müftisidir, fətva verib. Həcr Ramil deyilən bir şəxs var. 2015-ci il səhv eləmirəmsə. Qutarıb da 10 il keçib üstündən. O yaydı ki, dünən oxuyub gəlmişəm, deyir ki, Vahabilərin belə bir alim var, deyir ki, ər acarsa arvadın ətini yeyə bilər. Eşitmişəm. Deyib qutarıb da bilməyib də, səhv Və edib. söhbətdə elə düzdür o. Bəli. Düzdür? Yox, əlbəttə düzdür. Düz bəli ona görə. Əlbəttə Mən düzdür. onu eşitmişəm. Bəli, deyirlər ki, Ərəbistan alimidir. Bəli, alimi bilirəm kimdir. O alim özü Qüds qəzeti var Zahir bəy, İngiltərədədir. İlk dəfə o çıxartdı bu sözü. İngiltərə Qüds qəzeti. Həmin bu Qüds qəzeti qəribədir ki, Qarabağ məsələsində də bizim əksimizə yazılar yazırdı bilirsiniz. Qüds qəzeti. Və o çıxartdı ki, Saudi alim falan kəs alimin adını deyir, o deyib. Dünən gecə oxudum, gəldim, mən bir dənə fətva oxudum və Habilərin bir dənə müftisidir, fətva verib. Bu müftünün fətvasına var, deyir, insan, kişi əgər ac qalsa, dünən gecə oxuyub gəlmişəm, ac qalsa həyat yoldaşını yiyə bilər. Sonradan bütün dünya yayıldı və maşallah əks tərəflər də fürsət tapdılar, yaydılar bunu. Və mənə nə təsir eləyir Zahir bəy? Azərbaycanda bir elmlə, nə bilim, moizə ilə tanınan bir şəxs utanmadan gedir, deyir ki, dünən oxuyub gəlmişəm, elə bir zavodun təzə çıxan fətvadır. Dünən oxuyub gəlmişəm, deyir, Vahabin alimi belə söz deyir. Bu gün bilsən bir söz səhvdir, özüm canım çıxar, gələrəm, çıxaram minbərə, utanaram, qızaram, deyirəm, cəmaat, mən ki o gün odda danışırdım, üzr istəyirəm sizdən, səhv eləmişəm, Vahabilər böyük adammışlar. Bir dənə ona qayıtdığında yalancısa gör neynir. Mən niyə yalancıysan? Çünki içi də bilir pisdir. Onun içi təsdiq edir ki, yalan pis bir şeydir. Harda oxuyub onu? Heç halda, bəli. Ümumiyyətlə Vəhabi alimi var. Elə şey yoxdur, yalandır. Elə Saudiya bizə Vahabi deyirlər də. Bizim Azərbaycan dostu, bizim müdafiə ölkədir. Maddi, mənəvi dəstək də olub bizə. Bu gün qardaşlığımız gedir, siyasi rəhbərlər arasında hətta dilə Vahabidir qardaş. Yəni bu fətva misalən arvad ətinin yemək olmaq fetvasını, bəli, utanmadan da xalqımız inanır ki, Vahabiyyət belə bir şey var. Məgər bəzi əhl-i-sünnə alimləri deməmişdilər ki, qabaqlarda bütün telekanallar, bütün informasiya vasitələri yaydı bunu. Dedi, əgər bir kişi acından ölərsə, heç nə olmasa öz arvadını yeyə bilər. Yalan danışı nə olacaq? Öz çevrəsində insanların gözündən düşəcək. Deyəcək, yalan danışır da söhbət edir. Özünü gözdən saldı. Adam sözü yerə düşüb, yaxşı bir şey deyir ki, adama deyərlər sən danışma. Boş-boş danışırsan. Adam var buna gülər, amma bu təhqirdir də insana. Necə mən danışmayayım, boş-boş danışıram. Gör nə səviyyəyə salıb günahla özünü ki, deyilər sən söhbət eləmə. Sənin yerin qulaq asmaqdır. Amma işimiz elə gətirib də, bizə sizin başçımız deyirlər, neyniyək? Bu da sizin bədbəxtiniz deyil, başçımız biz.